Nigar Şabanova dost saydığı həmkarlarının satqınlığı ilə üzləşdiyini bildirib. Publikas xəbər verir ki, əməkdar artist öz aramızda verilişində həyatında təkcə etibar etdiyi insanın olduğunu etiraf edib. Stat: Kimləsə tanışlığa belə artıq çox ehtiyatla yanaşıram. İstər qadın olsun, istər kişi, fərqi yoxdur. Şöhrət qazandıqca insan hər şeydən çəkinməyə başlayır. Çünki indi hər kəsin əlində telefon var. Səni sevən də olur, qıcıq olan da. Elədiyin ən kiçik bir hərəkəti belə şişirdib böyüdə bilərlər. Bunu adətən səni yaxından tanıyan, sirrini, dərdini, söhbətini bilən insanlar edirlər. Ona görə düşünürəm ki, istər məşhur ol, istər varlı, istərsə də kasıb, ətrafına nə qədər az insan olsa, həyatın bir o qədər sakit və huzurlu keçər. Statın sonu. Əməkdar artist bildirib ki, ona ən böyük zərbəni məhz yaxın çevrəsindəki insanlar vurub. Stat: Mənim çətin günlərimdə sirlərimi açdılar. Hətta bəzi məlumatları saytlara ötürdülər. Bunu edənlər arasında həm həmkarlarım, həm də dost və rəfiqə bildiyim insanlar vardı. Ən pis vaxtlarımda onların heç biri yanımda görmədim. O zaman başa düşdüm ki, illərimi boşuna sərf etmişəm. Həddindən artıq fədakar insanam, amma bir nöqtədən sonra qarşılığında gördüklərim məni özümə stop deməyə məcbur etdi. Nə olursa olsun özümü qorumağı öyrəndim. Şükür ki, bugün sakit və rahat həyatım var. Sonradan həmin insanlar yenidən mənimlə münasibət qurmağa çalışdılar, amma artıq bu mümkün deyil. İnsan biraz irəli gedən kimi bəziləri nə dediyini eşitmək, nə də fikirlərini qəbul etmək istəyir. Elə insanlar var ki, sənə dəstək olmağa, vəzinə fürsət düşən kimi səni geridə qoymağa çalışırlar. Statın sonu.